Nə olar o kadr arxalarını qoymayaq ha. Payızda hara getməyə məsləhət görürsünüz? Mən Dohaya, çünki tur paket olaraq qiymətlər çox gözəldir və Dohanın özü də payızda gəziləcək ən gözəl ölkələrdən, şəhərlərdən biri. Mən tövsiyə görərdim Dubayı, bir də Abu Dhabini. Çünki daha dəniz temperaturu yaxşı olur, həm də ki, həm cütlüklər, həm də ailə uşaqları ilə getmək daha maraqlı olar. Qışda məsələn, qışda hara məsləhət görürsünüz? Qışda mən tövsiyə görərdim Sankt-Peterburq və Moskva, xüsusən də yeni il dövrlərində çox rəngarəng olur və çox maraqlı yeni il keçirilir. Mən isə məsləhət görərdim Laplandiyanı və yaxud da Bakuryanini, çünki qar görmək istəyən insanlar üçün çox gözəl seçim olduğunu düşünürəm. Qarşı şeydə də var da Laplandiya ilə Bakuryaninin fərqi nədir? Bakuryan da o... Bakuryanidə çox da bu olmur. Laplandiyadır. Yox, bu Kuryanyada və çox məşhurdur olan otelləri də Xizəyə çox yaxındır və oteldə qalanlar xüsusən də o Xizəydən istifadə edə bilirlər. Laplandiya səyahəti üçün nə qədər əvvəldən hazırlaşmalıdır insanlar? Minimum 2-3 ay öncədən müraciət etməyiniz məsləhət görülür. Misirə nə vaxt getməyə məsləhət görürsünüz? Payız və yaxud da yaz aylarında daha çox məsləhət görürəm. Bursa Xizəy qış turizmi var satılırsa, Bəli. da turlar təşkil edir. Bəli, əlbəttə ki, edirik. Həm Bursa şəhər olaraq qəşəngdir, həm arxitektura tərəfdən. Demək, arxitekturası qəşəngdir. Bazarları qəşəngdir. Orada çox, mən özüm də orada olmuşdum. Çərəzlərdir, sonra o lokumlardır, ipəkləridir. Kimsə xalçalar oradan alıb gətirir. Şabalıd şirniyyatı yemişsiniz. Şabalıd şirniyyatı çox rəngarəng yeməkləri və ədviyyatlarıdır, lokumlarıdır, çərəzləridir, ümumiyyətlə parçalarıdır. Kəlağa belə oradan alıb gətirirlər. Eyni zamanda şəhərdə də gəzmək olar. Və ya Bursanın dağlıqda, Uludağda xəzəkdən də istifadə olar. Uludağın bilet planları təşkil. Əlbəttə ki, bizdə təşkilatda transferdir, oteldir, aviabilet. Eyni zamanda da oteldə qalanlar üçün xizəkdən istifadə var. Həm ticarət, həm gəzinti, həm də əsl o qış ab-havanı yaşamaq məncə çox gözəl bir seçimdir. Son olaraq nə demək istəyirsiniz izləyicilərə? Son olaraq demək istəyirəm ki, turlardan 2-3 ay öncə almağı tövsiyə görürəm. Həm qiymət tərəfdən qənaət etmiş olacaqsınız, həm də öncədən düzgün tur marşrut quracaqsınız və planlayacaqsınız.